Yəhudi olmayan insanlar var. Onlar qeyri-Yəhudidirlər. Onlar İsraildə yaşamırlar. Yəhudi xalqının yaşayışına aid bütün qanunları götürüb bugün tətbiq eləməyə çalışırlar. Ya da təqdim və qurbanlara aid dini qanunu qəbul eləməyə çalışırlar. Bunların bizə heç bir adiyyəti yoxdur. Qanunu bugün tətbiq eləməyə çalışırlar. Əgər qanunun kimə və hansı dövrdə, hansı əhd əsasında verildiyini başa düşmürsünüzsə, bu alınmır. Əvvəl də alınmırdı, indi də alınmır. Bu çox vacibdir. Həqiqəti dərk eləyəndə azadlıq gəlir. Mən bu təlimi verəndə və ya adamlar bu təlimi eşidəndə iki ifrata uğraya bilərlər. Biri qanuna tabe olmağa çalışmaqdır, qanunçuluqdur, qanuna bağlı olmaqdır. Digər isə qanunsuzluqdur. Onlar deyirlər, mən Musanın qanununa tabe deyiləm, azadam. Onlar başa düşmürlər ki, Musanın qanununa tabe olmasalar da, qanunsuz da deyirlər. Onlar ürəklərində yazılmış Məsihin qanunu altındadırlar. Dar yol var. Yolun bir tərəfi qanunçuluqdur, digər tərəfi isə qanunsuzluq. Biz yolun ortası ilə getməyə çağırılmışıq.